Deməli belə, nöqtələrin sayı n olanda şüaların sayı olur bizdə 2. Parçaların sayı n vur, n çıx 1 bölünsün 2. Uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqların xassələri. Uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər olur, ya da cəmi 180 olur. Əgər eyni adlıdırsa bərabərdir, müxtəlif adlıdırsa cəmi 180 olur. Qonşu bucaqların cəmi 180 olur. Alfa üstəcə beta 180. Tənbələnlər arasındakı bucaq 90 dərəcə olur. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Tənbələnlər arasındakı bucaq 180 dərəcə. Daxili çarpaz bucaqlar 4-dən 6-dır. Bir də 3-dən 5-dir. Bunlar daxili çarpaz. 4 və 6, 3 və 5. Daxili bir tərəfli bucaqlar 4 ilə 5-dir. Bir də 3 ilə 6-dır. Daxili bir tərəfli bucaqların cəmi 180 olur. Daxili çarpaz bucaqlar bir-birinə bərabər olur. Uyğun bucaqlar 1 ilə 5-dir. Bir də 2 ilə 6-dır. Uyğun bucaqlar da yenə bir-birinə bərabər olur. Burada bu zigzaqdır. X bərabər olmalıdır alfa ilə betanın cəminə. Burada sağdakıların cəmi soldakıların cəminə bərabər olurdu. Bura yazmamışam, üzrlüsən. Burada bir dənə məsələn x deyil. Alfa, beta, fi. Bunların cəmi bərabər olmalıdır x üstəgəl qamma. Burada x bərabər olmalıdır alfa ilə betanın cəmi. Burada x bərabər olmalıdır bu içəridəki 3 dənənin cəmi. Bu bizdə ixtiyari üç bucaqdır. Çünki üç tərəfi də müxtəlifdir. Median S tərəfinə çəkilmiş mediandan danışsaq, 2-1 kök altında 2a kvadrat üstəcə 2b kvadrat çıxılsın c kvadrat olmalıdır. HC tapılır 2s bölünsün c ilə. Buradakı s herondan tapılır. Heronu isə kök altına p vur, p çıx a, p çıx b, p çıx c. P isə yarım perimetrdir. Yarım perimetri tapanda a üstəgəl b üstəgəl c bölünsün 2. Hündürlüyü ilə tərəf verəndə sahə 2-1 AH və ya BHB və ya BHC. BHB, CHC. Hamısının qabağında 2-1 olur. 2 tərəf və bir bucaq verəndə 2-1 AB sinus alfa. Böyük yer ABC böl 4s'dir. Balaca yer 2s bölünsün a üstəgəl b üstəgəl c'dir. Tənbələrin əsas xassəsi bunun buna nisbəti, bunun buna nisbətinə bərabərdir. Düz bucaqlı üç bucaqlı sahə 2-1 AB. MC C bölünsün 2. HC AB böl C. Böyük yer C bölünsün 2. Balaca yer A üstəgəl B çıx C böl 2. Burada kvadrat bərabər olur. Proyeksiya M vurulsun M üstəgəl N. Yəni ümumi hipotenuz. B kvadrat bərabər olur. N vurulsun ümumi M üstəgəl N. H kvadrat isə bunların hasıdır. Yəni M vur N olur. Bərabər tərəfli üç bucaqlı sahə A kvadrat kök 3 böl 4'dür. Median hündürlükdən bölən 3'ü də bir-birinə bərabərdir. A kök 3 böl 2 ilə tapılır. Böyük yer A kök 3 böl 3'dür. Balaca yer A kök 3 böl 6'dır. Bu üçünün cəmi bizə verirdi hündürlüyü M üstəgəl N üstəgəl K. Sinus bizdə qarşının hipotenuzadır. Qarşı adı A böl C. Kosinus bitişik B'dir. B böl C. Tangens qarşının bitişiyə. A'nın B'yə. Kotangens bitişiyin qarşı. B'nin A'ya. Sinus 30'da 2-1. Kosinus 45'də kök 2 böl 2. Tangens 60'da kök 3. Kotangens 30'da kök 3. Sinus 90'da 1. Kosinus 90'da 0. Tangens 180'da 0. Kotangens 270'də 0. Sinuslar terimi necədir? A böl sinus alfa. B'nin qarşısındakı bucağı sinus beta. C böl qarşısındakı sinus gamma. Bərabər olurdu 2'yə. Kosinuslar terimində s kvadrat bərabər olurdu.
Bunların kvadratları cəmi çıxılsın 3AB kosinus alfa. Üçbucaq bərabərliyi birinci. Yadınızda saxlayırsınız. Böyük bucaq qarşısında böyük tərəf durur, kiçik bucaq qarşısında kiçik tərəf. Deməli, alfanın qabağı ən böyük bucaq olduğu üçün A'dır, ən böyük budur. Sonra bettanın qabağı B, qammanın da qabağı C. İxtiyari üçbucağın ixtiyari tərəfi digər iki tərəfin cəmindən kiçik olur, fərqinin modulundansa böyük. C. Kök altında olmalıdır. 90 olanda kvadrat üstəgəl B kvadrat. Alfa 90'dan kiçikdirsə, C də bundan kiçikdir. Böyükdə fərqinin modulundan, yəni modul daha çıxsın B'dən. 90'dan böyük olanda Pifagordan böyük, cəmdən kiçik, yəni üstəgəl B'dən kiçik olmalıdır. Düzbucaqlı üçbucaqda tənbölənlə hündürlük arasında qalan bucağı tapanda iti bucaqların fərqinin modulunun yarısını tapırıq. Hündürlük median olanda sadəcə fərqini tapırsınız. Median tənbölən olanda fərqinin yarısının modulunu tapırsınız. Deməli, paralelogramın perimetri 2 vurulsun A üstəgəl B'dir. Birinci sahə düsturum A vur B vur sinus alfa. İkinci AH BHB DH'dir. Üçüncü 2D1 D1 D2 sinus gamma. D1'in kvadrat üstəgəl D2'nin kvadrat bərabər olur 2 vurulsun A kvadrat üstəgəl B kvadrat. Romda perimetr 4A'dır. Sahə kvadrat sinus alfadır. Başqa sahə AH DH'dir. Bir də 2D1 D1 D2. D1'in kvadrat üstəgəl D2'nin kvadrat olurdu 4A kvadrat. Radiusunda 3 dənə düstur var idi. Birinci H bölü 2, ikinci A sinus alfa bölü 2, üçüncü isə D1 D2 bölünsün 2 kök altında D1'in kvadratı üstəgəl D2'nin kvadratı. Düzbucaqlıda perimetr 2 vur A üstəgəl B'dir. Sahə A vur B'dir. Və yaxud da sahə DH'dir. Və yaxud da 2D1 D kvadrat sinus alfadır. Diagonal olur kök altında kvadrat üstəgəl B kvadrat. Böyük yer diagonalın yarısı olur. Kvadrat perimetr 4A'dır. Sahə A kvadrat və ya DH'dir. Bir də 2D1 D kvadrat. Diagonal kök 2'dir. Böyük yer olur sizdə diagonalın yarısı, balaca yerdə tərəfin yarısı. Trapesiyan perimetr A üstəgəl B üstəgəl C üstəgəl D tərəflərini toplayırsınız. Sahə orta xətt hündürlükdə orta xətt oturacaqların cəminin yarısıdır. Balaca yer də hündürlüyün yarısı olur. Sahə burada sırf bərabər yanlı üçün BK vur KD'dir. Əgər bərabər yanlı trapesiyanın diagonalları perpendikulyar olsun, hündürlük oturacaqların ədədi ortası. Düzbucaqlı trapesiyada diagonallar perpendikulyar olarsa, H olur kök altında AB. Düzbucaqlının o vaxt daxilinə çevrə çəkmək olur ki, qarşı tərəflərin cəmi bərabər olsun. A üstəgəl B olur C üstəgəl D. O vaxt xaricinə çevrə çəkmək olur ki, qarşı bucaqların cəmi 180 olsun. Deməli, daxili bucaq cəmi olur 180 vur n çıx 2. Xarici bucaq cəmi 360. Bütün diagonalların sayı n vur n çıx 3 bölü 2. Bir təpədən çıxan n çıx 3. Düzgün çox bucaqlı bir daxili bucağı 180 vur n çıx 2 bölü n. Bir xarici bucağı 360 bölünsün n. Çevrən uzunluğu 2 pi sahəsi və ya pi vurdu. Sahəsi pi r kvadratı və ya pi d kvadratı bölü 4. L qövsü pi r alfa bölü 180. S sektor pi r kvadratı alfa bölü 360. Halqa nədir? İki konsentrik çevrə arasında qalan hissə adlanır halqa. Belə yazmalısınız. Halqanın qalınlığı yəni D. Bu balaca yerdir, bu böyük yer.
D olur. Böyük yer çıxılsın balaca yer. Halqanın sahəsi. Pi vurulsun böyük yerin kvadratı çıx balaca yerin kvadratı. Daxilə seçilmiş bucaq budur. Söykəndiyi qövsün yarısı olur. Bura alfa desək, bura olur alfa bölü 2. Mərkəzi bucaq. Söykəndiyi qövsə bərabər olur. Alfa desək alfa. Diametrə söykənən bucaq olur bizdə 90 dərəcə. Bu. Toxunanla vətər arasında qalan bucaq söykəndiyi qövsün yarısı olur. İki vətər arasında qalan bucaq. Qövsləri toplayıb bölürsüz 2. Toxunan və kəsən böyük qövsdən kiçik qövs çıxıb bölür 2. Bu da böyük qövsdən kiçik qövs çıxıb bölür 2. Alfa ilə betanın cəmi 2 toxunanda 360 olur. Kəsəndə də böyük qövsdən kiçik qövs çıxıb bölürük 2. Burada 2 vətərdə m vur n bərabər olur k vur l. Burada m kvadrat bərabər olur n vur n üstəgəl k. Burada m vur m üstəgəl n bərabər olur k vur k üstəgəl l. Mərkəzdən vətərə endirilmiş perpendikulyar onu 2 bərabər hissəyə bölür. Yəni bu hissələr bərabər olur. Burada düstur t 2 kök altında R1 R2'dir. Burada toxunanlar bir-birinə bərabər olur. Mərkəzdən toxunana endirilmiş radius toxunana perpendikulyar olur. Bir də toxunanlar arasından keçən düz xətt mütləq tənbələn olur. Alfa alfa.